Salam dostlar. Yenə biz ProSave'dən dərslərimiz davam edirik. Deməli, burada sizə nə izah eləmək istəyirdim. Məsəl üçün, siz nəyi qoşursunuz? Ya 4 wire, ya 2 wire hansısa bir detektor qoşursunuz, yaxud da olsun daçıq qoşursunuz. Onu qoşanda, qoşmamışdan qabaq bəzi sazlamaları eləmək lazımdır. Bu hardware sazlamalardır. Deməli, 2 wire seçəndə bura pirmişlə qoyursunuz. 4 wire seçəndə isə bura pirmişlə qoyursunuz. Və salamlar. Bununla da iş bitir. 4 wire olanda birisi də onun gərginliyi, yəni pitanyası ilə ruslarla power supply-ın qərardan verilməsi 2 kabindən, 2 kabinlə plus minusla. Və sonra deməli, açaq bizim workbench-i. Açaq deməli bizim proyekti. Və workbench açanda dostlar biz gəlirik Tools'a, Engineering'ə gəldik və burada seçirik Input-Output Parameter Builder. Və burada dostlar biz seçməliyik IO, üzr istəyirəm, Node və bizim analog modul buydu. Və burada gəlirik Channel hissəsinə və burada deməli biz axtarmalıyıq Field Power Diagnostic olmalıdır, belə bir kolum olmalıdır bizdə. Bəli dostlar, buradadır. Və burada məsəl üçün siz 2 wire ya 4 wire seçəndə buradan artıq o sazlamanı eləyə bilirsiniz. Yəni 4 wire eləyə bilərsiniz və 2 wire eləyə bilərsiniz. Yaxud da nə eləyə bilərik? Biz burada yox, zaten bunu eləyirsiniz, başqa heç bir əlavə etmirsiniz. Bunu qaytaraq. Və indi biz keçək bizim o birisi dərsimizə. Deməli, bundan sonraki dərsdən biraz başlayaq və ondan sonraki yarınki artıq simulyasiya edə biləcəyik. Deməli, dostlar, burada sizə nədən danışmaq istəyirdim? Danışmaq istəyirdim sizə Sawyer'dan notlar açım yazım. Deməli, Sawyer. Bu nə gedir bizdən? Gedir Sequence of Events Recorder. Yəni, hadisələrin ardıcıl qeydiyyatı. Yəni, bu ProSave EVS-də kontrollerin özündə saxlanılan hadisələr jurnalıdır və bu bizə nə göstərir? Vaxt nişanları olurdu və şərtlərlə birlikdə saxlanılır. Yəni, qırağında hər hansı bir taqa şərt qoşmuşsa, o da çıxacaq. Ümumiyyətlə, Sawyer bizə nəyi imkan verir? Yəni, tripdən əvvəl və tripdən sonra baş verən hadisələri qeyd edir. Bu da bizə nəyə imkan verir? Yəni, tripin səbəbini tapmağa, məsələn, root proqrama yazılmış, ona icazə verəcək və yaxud da nəticələrin analizi. Ümumiyyətlə, Sawyer nəyi qeyd edir? Sawyer bizə qeyd edir discrete input və discrete output statusların dəyişilməsinin, analog siqnalın hədlərin keçməsini, yəni low, high, low, belə siqnalları. Dəyişənlər, hansı dəyişənlər istifadə edilir? Orada bool, integer və reallardan istifadə edirik. Və bu hadisələrə baxmaq üçün biz Sawyer Weaver'dan istifadə edirik. Bu jurnallara baxmaq üçündür. Və Sawyer Weaver bizdə deməli yerləşməlidir. ProSave. Bəli, buradadır dostlar. Onu da istifadə edəcəyik.
Və dostlar, deməli, Explorer ümumiyyətlə hansı növ faylları saxlayır? Biri event log fayllardır, biri də trip fayllardır. Event log maksimum 1500, yox 15 min dənə olur, son hadisəyə dək 15 dənə və köhnələri silir. Və ikinci isə bizdə olur trip siqnalları. Yani bir şeyde qeyd edeyim ki, dostlar, məsəl üçün event log fayllarını 12.000 keçəndən sonra artıq kontrol istifadəçiyə diaqnostik mesajlar göndərməyə başlayır. Və əlavə olaraq nə edeyim? Əlavə olaraq onu deyim ki, bunlar hamısı RAM-da saxlanılır və kontrol enerji kəsiləndə, əgər sizdə orada batareya yoxdursa da bir şey, onun son 1000 dənəsi yaddaşında qalır. İkinci deməli trip siqnallarıdır. Maksimum kontrollerdə 2 trip siqnal faylı saxlanıla bilər. Deməli, bir tripdən əvvəl olan 500 dənə hadisə və tripdən sonra olan 1000 dənə hadisə. Və nə deyə bilərəm? Triplərdə də səhv etməmişsə, yəni burada ola bilsin ki, səhv deyirəm, amma orada da səhv etməmişsə 1000-ə qədər saxlanılır. Yəni enerji kəsiləndən sonra. Və belə bir ümumi bir nəticəyə çıxar ki, demək, event loglar bizdə ümumi hadisələri yazır. Trip siqnalları isə ancaq konkret tripi yazır. Deməli, event loglar həmişə yazır. Trip ancaq trip loglar, yəni adından başa düşürsünüz ki, yalnız trip zamanı aktiv olur. Sadə bir analogiya gətirsək, biri məsəl üçün kamera uyarır, o birisi də ki, samolyotlarda olur, qara qutu olur. Məsəl üçün event logdan nə deyə bilərsiniz? Motor koda düşdü, klapan açıldı, temperatur artdı, operator düyməni bastı. Burada trip yoxdur. Məsəl üçün ikinci hadisədə trip baş verirsə, yəni hay alarmı gəlir, yaxud da hay alarmı gəlir, yaxud da operator hansı bir əməliyyat elədi, hansı ki, sizdə security level aiddir, onda artıq trip yazır. Bir də kontrol versiyonu yarandan sonra əgər save olunubsa triplər, kontrol onları özü bərpa edir. Və dostlar, növbəti dərsdə biz artıq bizim digital output kanalımızı sazlayacağıq və orada trip siqnalın simulyasiya edəcəyik. Bu dərsdə də bu qədər. Dərs xoşunuza gəldisə like qoyun və kanala abunə olmağı yaddan çıxartmayın. Çox sağ olun, təşəkkür edirəm sizə.